Siz ona çoxlu məlumat verirsiniz və siz gözləyirsiniz ki, o geri dönüş edəcək, yoxsa yox. Və yenə də təkrar edirəm, siz bu insan haqqında heç bir şey bilmirsiniz. Sizi ona bağladı həmin o an, harda siz ona topu attınız və gözləyirsiniz, o sizə topu geri versin. Bu sadə psixologiyadır. Mən sizə təklif edirəm, buradan bir neçə şey. Birincisi, siz əgər seçən tərəf olmaq istəyirsiniz, siz bilməlisiniz, anlamalısınız kimdir sizin qabağınızda. Siz hər zaman soruşursunuz ki, bu qırmızı flaqlar, bəs insanı necə tanıyaq, insanı dinləməklə, insanlara suallar verməklə. Sonra artıq o sizə məlumatı verəndən sonra siz ona hansısa öz fikrinizi bildirdiniz. Əlbəttə ki, siz də nəsə öz haqqınızda danışacaqsınız, amma bütün həyat hekayəsini yox. Biz sirli olaq, necə biz bağlı kitab olaq,